Hər vaxtınız xeyir, əziz dostlar, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov. Bundan sonraki periodda daha fərqli platformada Sportal TV-də qarşınızda olacağım. Qarşıdakı dönəmdə Azərbaycan futbolunda cərəyan edən ən aktual hadisələrə məhz Sportal TV vasitəsilə münasibət bildirməyə çalışacağım. Bugün Azərbaycan milli komandası səfərdə Polşada Ukrayna yığması ilə üz-üzə gələcək. Dünya çempionatının seçimi mərhələsi çərçivəsində D qrupunda iki qarşılaşma millimiz üçün vacibdir. Dünən Ayxan Abbasovun mətbuat konferansını izlədik. O da futbolçulara hansı motivasiya ilə bu maçı kökləmək istiqamətində müəyyən fikirlər səsləndirdi və Ukrayna eyni zamanda doğma divarlar arasında İslandiya maçını qazanacağımız təqdirdə play-off şansı yaranır millimiz üçün. Məhz bunun çox önəmli motivasiya mənbəyi olduğunu qeyd etdi. Təbii ki, bizim üçün də çox önəmlidir. Biz də həyəcanlanırıq, amma dönüb milli komandamıza baxanda, milli komandamızın mövcud durumunu görəndə deyirik ki, yuxudan aylaq. Bu yuxudur. Bu istəyir Ayxan Abbasov 10 dəfə, 20 dəfə motivasiyalı çıxış eləsin, motivatorluq eləsin. Bu milli komanda üçün xeyri yoxdur. Bu milli komanda sil başdan dəyişilməlidir. Oyun anlayışına gəldikdə təbii ki, yenə topu rəqibə verib, topsuz oyuna üstünlük verəcəyimiz bir oyun anlayışı olacaq. Ayxan Abbasov taktikası xüsusilə məsafələri daraldaraq, rəqibin daha yaxın oynayaraq, rəqibi xüsusilə boş zona yaratmamağa çalışacaq. Çünki çox önəmli oyuncuları var. Təbii ki, heyətində bir sıra aparıcı oyuncuların olmayacağı qeyd edilir. Bu qarşılaşmadan qalib gələ bilərikmi, 3 xal ala bilərikmi? Təbii ki, futbolda hər bir nəticə olur, qeyd alınır. Məsələn, Farer adalarının göstərdiyi performans hər birimizi təəccübləndirir. Amma bizim milli komandanın oynadığı oyun planı və hücum fazasında faydalı iş əmsalının kifayət qədər aşağı olmağı bu qarşılaşmalarda bizim qol vura biləcək potensialımızı, ehtimallarını çox aşağı salır. Məhz bu amilləri nəzərə alaraq, təbii ki, qapımızı toxunulmaz saxlaya bilərik. Bir xaldan ayrıla bilərik. Amma 3 xalla ayrılmaq, bu hücum gücü ilə, bu oyuncu qrupunun hücum fazasındakı iş prinsipi ilə, oyun düsturu ilə bunu əldə edə biləcəyimiz mənə şəxsən inandırıcı gəlmir. Milli komandamıza Ayxan Abbasovla bağlı müəyyən fikirlər səsləndirilir. Milli komandamızda necə olacaq, yarışdakı periodda nələr baş verə biləcək. Ayxan Abbasovun da heç bir seyirli çubuğu yoxdur ki, nəsə toxunuşla nələrsə dəyişsin. Ən böyük üstünlüyü futbolçuların əksəriyyətini yaxından tanımağıdır. Azərbaycan futbolçularına yaxşı bələd olmalıdır. Bu çox önəmli detaldır. Məhz bundan əvvəlki iki qarşılaşmada da məhz bu detallar meydanda özünü göstərdi. Mübarizlik, döyüşkənlik, daha çox kompakt oynamağa çalışmaq, daha çox müdafiə futbolunda, xüsusilə topsuz oyunlardakı iştirakımızın sayəsində mövqe sığortalarında çox nadir hallarda yaşanan boşluqlar və s. kimi məsələləri izlədik. Diqqət cəlb edir, amma oyun olaraq hücum xəttində faydalı iş əmsalımız kifayət qədər çox aşağıdır və bu qarşılaşmada da bunun hansı formada təsir göstərəcəyi, Ayxan Abbasovun oyunun gedişatında B və C planlarında nə kimi dəyişikliklər edəcəyi də mənim üçün maraqlıdır. Odur ki, inşallah maç sonu təhlili ilə Sportal TV-də qarşınızda olacaq. Sportal TV-də biz eyni zamanda Sportalın sosial media hesablarında da izləməyə davam edin. Həm TikTok, eyni zamanda Instagram, Facebook platformalarında da yeni videolarda görüşmək ümidi ilə və çox önəmli bir sürprizimiz var. Qarşıdakı günlərdə bununla bağlı anonsunu verəcəyik. Dəyərli həmkarım Emin Abbasovla mənim birgə layihəm olacaq. Bu barədə qarşıdakı günlərdə məlumat veriləcək. Diqqətiniz Sportal az saytında və Sportalın digər media resurslarında olsun. Görüşmək ümidi ilə hələlik.